Ramazan ayı başa çatır. Yəni, axır günlərini yaşayır mübarək Ramazan ayının. Adətən biz Ramazan ayının son günlərində biraz həvəsdən düşürük. Təbii ki, bir qədər ibadətimizlə bəlkə hərarətli itirir. Biraz həvəsdən düşmüş kimi görürük. Amma Peyğəmbərimizin orucuna baxırıq, görürük ki, Peyğəmbərin orucu mübarək Ramazan ayının son günündə mən ibadətləri daha çox olurdu və Peyğəmbər ümumiyyətlə 10 gecədə yatırdı, səhərə qədər oyaq qalırdı, daha əzmlə ibadət edirdi. Ay sona çatdıqca Peyğəmbərin ibadəti daha da artırdı, daha da əzmlə, şövqlə ibadət edirdi. Orucun bizə ən önəmli dərslərindən biri məncə orucun ümumiyyətlə özünə məxsusluğundadır. Təvhid kəlməsinin imkanla başlaması böyük həqiqətlərdən xəbər verir. Təvhid kəlməsi la ilahə illallah sələ ilə inkarla başlayır. Mən yəkfur bil-tağut və yu'min billah. Kim tağuta kafir olub Allaha iman verirsə, Allahdan qeyrisinə yox demədən Allaha hə deməyi mümkün deyil. Ona görə lə təvhid kəlməsinin əvvəlidir. Yəni, inkar et ki, təsdiq edə biləsən. Allahdan başqalarından qov ki, Allaha birləşə biləsən. Bu, vacib məsələdir və oruc ibadətlərin içində yeganə ibadətdir ki, ancaq qovmaqdan ibarətdir. Yəni, orucda, bunu çox eşitmiş olarsınız ki, mübarək Ramazan ayının orucunda, ümumiyyətlə oruc əmrində, orucda əmr yox, yəni et əmri yoxdur. Et əmri. Nəyəsə et demir. Deyir, etmə, tərk elə. Oruc sırf tərkdən ibarətdir. Oruc yeganə ibadətdir ki, tərkdən ibarətdir. Məsələn, həcdə əmr də var, tərk də var. Həcdə insan təvaf eləməlidir, ətir qurmamalıdır. Təvaf et, əmrdir, ətir qurma, nədir, yəni, tərk etməlidir. Güzgüyə baxma, etmə, namazda da belədir. Hansı əməlləri etməli, hansılarsa tərk etməli. Oruc yeganə ibadətdir ki, orucda et əmri yoxdur, ancaq etmə əmri var, tərk əmri var. Orucun özünə məxsusluğundadır. Ona görə Allah buyurur ki, oruc mənim üçündür. Əs-savmun li və ənə uczabi. Orucun mükafatı özüməndir. Oruc tərk növbəyi nəzərindən əhəmiyyətlidir. Oruc insanı Allahdan qeyri şeylərdən qopardır, insanın qəlbində zəmin yaranır ki, insan Allaha birləşsin, Allaha yaxınlaşsın. İnsan o zaman insanlığını hiss edir ki, özünə yox deyəməsin və Ramazan ayında biz insanlığımızı sevirik. Ramazan ayında biz tam vücudumuzla başa düşürük ki, biz insanıq və bizdə özümüzə, öz veyillərimizə yox demək qabiliyyətidir. Ramazan ayı bitdikdən sonra ilk növbədə özünə Allahdan istəyirən, sonra da sizlərə Allah bizi orucun ən başlıca xüsusiyyəti olan təqva xüsusiyyətinə hidayət eləsin. Orucda əldə elədiyimiz bu nuraniyyəti, bu paçlığı ömrümüzün sonuna qədər qoruya bilək. Allah bu ayın feyzindən, fəzilətindən, mərhəmətindən bizi binəsib eləməsin. Allah bu verilən ehsanı, iftarı əziz sahiblərindən qəbul eləsin inşallah. Allah alimlərimizi, dəyərli üstadlarımızı, Hacı Zülqudar qardaşımızı, Seyid Rami qardaşımızı yeri göyün qalasından hifz eləsin. Allah İslam'a, müsəlmanlara, xalqımıza xidmət edənləri müvəffəq eləsin və bizi də bu dinə, xalqa xidmət edənlərdən qərar versin inşallah. Mən sizdən son dərəcə üzr istəyirəm, bu qədər danışıq kifayətdir.